Salam əziz şagirdlər, dəyərli abituriyentlər, vaxtınız xeyir olsun. Bugünkü mövzumuz amonimlər, sinonimlər, antonimlərdir. Əvvəlki videolarımızda 121-ci suala qədər izah etmişdim. Bugün isə ardından izah edəcəm. İzaha keçməzdən əvvəl videoyu bəyənməyi, kanala abunə olmağı və rəy yazmağı unutmayın. Başlayaq testimizə. 122-ci sual. Klass dili tamamlayın. Sinonim sözlərdir. Deməli, peşkəş hədiyyə deməkdir. Peşkəş nəyinsə ustası biri çıxdıq. Qazanc xeyir fayda deməkdir. 2-ci çıxdıq. Hədiyyəni götürərik, bəxşi götürərik. Rüşvət antonimidir. 5-i çıxarıq. Cavabımız olacaq 3-dən 4. 123-cü sual. Klass deyil tamamlayın. Sinonim sözlər. İstehsa ələ salmaq deməkdir. Biri götürək. İnciklik deyil, narazılıq deyil. Rişxəndi götürərəm. İsmarış deyil, israfçılıq deyil. Cavabımız olacaq 1-lə 4. 124-cü sual. Hansı amonimlər müxtəlif hissələrinə aiddir? Deməli, top oynadığımız futbol topu, bir də var arteliya top. Hər ikisi isimdir. İncimək feil kimi, bir də var inci, daşqaş mənasında isim kimi. İşini götürərəm. Bal yediyimiz bal var. Topladığımız qiymət bal var. Bir də var bala gedirəm, rəqsə gedirəm. Hər üçü isimdir. Qatmaq feil kimi, qat lay təbəqə mənasında 4-ü götürərəm. Qalxmaq feil kimi, bir də var qalx quru meyvə mənasında isim kimi 5-i götürərəm. Cavabımız olacaq 2, 4, 5. 125-ci sual. Hansı amonimlər müxtəlif hissələrinə aiddir? Deməli, bağ, bağça mənasında isim kimi. Bir də var ayaqqabının bağı. Hər ikisi isimdir, biri çıxdıq. Yad özgə sifət kimi, bir də var insan yaddaşı isim kimi. 2-ni götürərəm. Yarmaq feil kimi, bir də var yar sevgi mənasında isim kimi. 3-ü götürərəm. Yanmaq feil kimi, yan tərəf mənasında 4-ü götürərəm. Qurd, soxulcan və canavar kimi hər iki isim olduğu üçün 5-i çıxaram. Cavabımız olacaq 2, 3, 4. 126-cı sual. Hansı amonimlər müxtəlif hissəyə aiddir? Deməli, yaymaq feil kimi, yay fəsil kimi isim. Yazmaq feil kimi, yaz fəsil kimi isim, 2-ni götürərəm. Yolmaq feil kimi, bir də var getdiyimiz yol mənasında isim kimi 3-ü götürərəm. Qol, insanın qolu var. Bir imza mənasında, bir də var qapıya vurduğumuz topu qol. Deməli, 4-ü çıxıram çünki hər üçü isim oldu. Uçmaq, bir binanın uçmağı mənasında. Bir də var quşun uçmağı. Hər ikisi feil kimi amonimdir. 127-ci suala baxaq. Cavabımız oldu 126-da 1, 2, 3. 127-yə baxaq. Hansı amonimlər müxtəlif hissələrinə aiddir? Deməli, tala, cığra mənasında, bir də var talamaq mənasında. Feil və isim biri götürərəm. Tağ, bir bostan bitkilərində tağ mənasında. Bəzi binaların yarımdairə şəklində olan damı mənasında. Bir də var saçın iki hissəyə ayrılması. Hər üçü isim olduğu üçün 2 çıxdım. Tək bir ədat kimi, tək sən gəl. Quş tək uçur qoşma kimi. Bir də var tək əldən səs çıxmaz sifət kimi. 3-ü götürərəm. Bar bir kafe bar mənasında. Bir də var bar meyvənin barı. Hər ikisi isimdir. 4-ü çıxaram. Tər yeni təzə mənasında sifət kimi. Bir də var dəri bəzlərini ifraz etdiyi maye mənasında isim kimi. 5-i götürərəm. Cavabımız olacaq 1, 3, 5. 128-ci sual. Hansı amonimlər müxtəlif hissəyə aiddir? Deməli, şişmək feil kimi. Bir də var şiş isim kimi. Biri götürərəm. Bar, bir kafe bar demişdik. Bir də var meyvənin barı. 2-ni çıxaram isim kimi. Qarışmaq feil kimi. Bir də var qarış ölçü vahidi kimi. 3-ü götürərəm. Çaşmaq çaşmaq bir feil kimi. Qarışdırmaq, çaşmaq mənasında. Bir də var çaş, çəp, əyri, yan mənasında sifət kimi götürərəm. 4-ü götürdüm. Əqrəb bir həşərat əqrəb. Bir də var saatın əqrəbi. Hər ikisi isimdir. 5-i çıxdım. Tağ bir demişdik ki, bostan bitkilərində tağ. Bəzi binaların yarımdairəvi şəklində olan damı mənasında, saçın iki hissəyə ayrılması mənasında. Hər üçü isim olduğu üçün 6-cı çıxaram. Deməli, cavabımız olacaq 1, 3, 4. 129-cu sual. Hansı amonimlər müxtəlif hissəyə aiddir? Deməli, aşıq bir sənətkar kimi. Bir aşıq diz sümüklərindəki oynaqlar, aşıqlar mənasında. Bir də var aşıq oyunu isim kimi. Hər üçü isim olduğu üçün biri çıxarım. Bəstə balaca mənasında. Bir də var bəstə musiqi bəstəsi isim kimi. İsim və sifət kimi. Çən, su, çəni isim kimi. Bir də var çən duman mənasında. O da isimdir. 3-ü çıxdıq. Çap bir çapmaq mənasında. Atı çapmaq feil kimi. Bir də var çap yazı mənasında. 4-ü götürərəm. Hava musiqi melodiyası var. Havası, musiqi havası. Bir də var hava oksigeni aldığımız hava var. 5-i çıxaraq hər ikisi isimdir. Göy rəng kimi sifətdir. Bir də var göy səma kimi isimdir. 6-nı götürərəm. Cavabımız olacaq 2, 4, 6. 130-cu sual. Amonim kimi işlənə bilir. Deməli, sonsuz uşağı olmayan, bir də var sonsuz sonu olmayan mənasında biri götürərəm. Uçmaq, divarın uçmağı, bir də var quşun uçmağı. 2-ni götürərəm. Bulamaq,
it quyruğunu buladı. Bir də var uşaq üst başını buladı, batırdı mənasında. 3-ü götürərəm. Kağız amonim deyil, sənəd amonim deyil. Vurulmaq, aşiq olmaq, bəndə olmaq mənasında. Bir də var vurulmaq, zərbə endirilmək mənasında. 6-nı götürərəm, amonimdir, dəniz amonim deyil. Cavabımız olacaq 1, 2, 3, 6. 131-ci sual. Amonim kimi işlənə bilir. Buz amonim deyil. Xal bir insan özündəki ləkə mənasında. Bir də var xal, topladığımız xal mənasında 2-ni götürərəm. Kərə dəfə mənasında zəf kimi. Bir də var kərə əridilmiş yağ kimi 3-ü götürərəm. Kağız amonim deyil. Yarmaq, feil kimi. Bir də var yarı para mənasında 5-i götürərəm. Könül amonim deyil. Zəf amonimdir, termin kimi də işlənir. Bir nitqi səs kimi zərf. Bir də var məktub zərf. 7-ni götürərəm. 2, 3, 5, 7-dir cavabımız. 132-ci sual. Hansı nümunədə amonimli olan söz işlədilmişdir? Deməli, say. Bir nitqi səsi kimi. Bir də var saymaq feil kimi. Biri götürdüm. Yağlı, şəkli yağlı boya ilə çəkilmişdir. Deməli, boyamaq feil kimi. Bir də var boya rəng kimi. 2-ni götürərəm. Uşağın gözləri dolmuşdur. Burada amonim yoxdur. Palıd ağacı möhkəm olduğu üçün cürbəcür meblə hazırlanmasına istifadə edilir. Burada amonim yoxdur. Ata-anana hörmət et. Əvəzində hörmət qazan. Qazanmaq feil kimi. Bir də var qab-qacaq qazan mənasında 5-i götürürəm. Cavabımız olacaq 1, 2, 5. 130-cu sual. Deyək nömrədə nömrələnmiş sözlərdən hansılar amonim kimi işlənmək olar? Üfüq amonim deyil. Qan bir qanmaq mənasında feil kimi. Bir də var insan damarlarında qan. 2-ni götürərdim. Ləkə amonim deyil. Göy rəng mənasında sifət kimi. Bir də var səma mənasında 4-ü götürərəm. 5 ətək amonim deyil, çox mənalıdır, çıxaram. Yol, getdiyimiz yol var, bir də var yolmaq. 6-nı götürərəm, amonimdir. 2, 4, 6 olacaq cavabımız. 134-cü sual. Hansı cümlələrdə amonimli olan söz işlədilmişdir? Şaxtanın təsirindən çaylar buz bağlamışdır. Çay bir içdiyimiz çay mənasında. Bir də var kür çay mənasında. Biri götürərəm. Sahibi arasında diqqətlə baxdım. Burada bax, həm ədat kimi, həm də feil kimi, amonim kimi götürmək olar. Ancaq qrammatik amonim olduğu üçün 2-ni çıxırıq. Yəni, belə deyək, cavabda götürməyiblər. Sahildə yeni binalar ucaldılmışdı. 3-ü çıxdıq. Babası nəvəsinə qəşəng don almışdı. Burada donmaq, feil kimi, bir də var don paltar kimi 4-ü götürərəm. 134-də mənim fikrimcə cavab 1, 2, 4 olmalıdır. Amma 1, 4 götürdüyü üçün mən də belə işarələdim. 135-ci sual. Nümunələr hansında bir-biri ilə amonim olan sözlər işlənmişdir? Yerlərə baxıram, baxçalı bağlı, göylərə baxıram, qapısı bağlı. Bir, bağ-baxça mənasında. Bir də var, qapının bağlanması mənasında amonimdir bir-biri ilə. Biri götürərəm. Bu dünya bir dayanacaq. Allah bilir kim nə qədər dayanacaq. Burada bir-birinə bənzəsə də, bunların başlanğıc forması fərqlidir. Deməli, bunun başlanğıc forması dayanacaq. Avtobus dayanacağıdır. Bütöv şəkildə götürülür. Amma buradakı Allah bilir kim nə qədər dayanacaq. Burada isə acaq qrammatik şəkilsi, zaman şəkilsidir. Başlanğıc forması da dayandı. Ona görə 2-ni götürmürük. Elxan girdi palçığa, üz gözünü buladı, batırdı mənasında. Toplan görüb utandı, quyruğunu buladı. İtin quyruğunu bulamaq mənasında 3-ünü götürərəm. Sonra aqil o kəsdir ki, yazıb qoya bir əsər, bir iz qoymayanı yerində yellər əsər. Əsər burada başlanğıc forması da kökü də eynidir. Bizə dəqiqə. Bir də var bir iz qoymayan yerində yellər əsər. Burada əsməkdən əsər. Bir də var başlanğıc forması da əsdələ. Ona görə 4-də də çıxdıq, çünki başlanğıc formaları fərqlidir. Cavabımız olacaq 1-dən 3. 136-cı sual. Nümunədə işlənmiş sözlərdən bağlı, düzgün fikri sözlərlə bağlı, düzgün fikri müəyyənləşdirin. Deməli, taxta dirəkləri torpağa deyil, qoydular Füzuli divanı üstə. Yarıya bölündü düz 150 il, Cəraylı bayatı muğam şikəsdi. Nümunədə işlənmiş divan sözü eyni hissəsinə aid amonimdir. Olar. Bir şeir toplusu divan, bir də var oturduğumuz divan mənasında, biri götürmək olar. Eyni hissəsinə aiddir. Nümunədə həm ədəbiyyat, həm də musiqiyə sözlər işlənmişdir. Deməli, burada muğam musiqiyə aiddir, şikəstə musiqiyə aiddir, divan isə ədəbiyyat şünaslığına aiddir. İkini götürmək olar.
Sözlərin hamısı həm leksik, həm də qrammatik mənaya malikdir. Bu yanlışdır. Çünki düz burada düz 150-dir. Bu da ədat mövqeyində işləyib, qrammatik mənası var. 3-ü çıxaraq. Qoy həm ədat, həm də feil kimi işləyə bilər. Doğru deyir. Çünki qoy bura baxım, ədatdır. Sən kitabları stolun üstünə qoy. Burada isə feil kimi işlənib. Cavabımız olacaq 1, 2, 4. Antonim və sinonim olan sözlər yoxdur. Var. Burada dirəkdir biri. Dirək dayaq mənasında sinonim ki. Yarısı, parası həm belə deyək, sinonim kimi işlənir. Həm də yarı bütöv kimi antonim kimi işlənir. Ona görə 5-i çıxaraq. Çünki yarının antonimi bütövdür. Sinonim də var, antonim də var. Cavabımız olacaq 1, 2, 4. 137-ci sual. Nümunədə işləmiş sözlərlə bağlı düzgün fikirləri müəyyənləşdirin. Taxta dirəklərə qoydular ax, qəlbimin, ruhumun, dilimin üstə. Biz güldük, ağladıq, yenə də ancaq bir sazın, bir telin, bir simin üstə. Deməli, bir həmədə həm say kimi işlənə bilən sözdür, doğrudur. Nümunədə isim və əvəzlik kimi işlənən homonim söz vardır. Deməli, burada bizi nəzərdə tutur. Bir ayaqqabını dikən biz, tikmək üçün istifadə eləməyib biz. Bir də əvəzlik kimi biz, içini götürərəm. Dil həm amonim, həm də çoxmaq xüsusiyyətə malikdir. Bəli, insanın dili mənasında rus dili amonimdir. Bir də var pianonun dili. Burada da çox mənalıdır. 3-ü götürərəm. Nümunədə antonim sinonim olan sözlər yoxdur, var. Dirək, dayaq mənasında sinonim. Bir də var gülmək, ağlamaq mənasında antonim kimi götürmək olar. Ona görə 4-ə çıxdıq. Sözlər hamısı həqiqi mənada işlənmişdir, yanlışdır. Çünki taxta dirəklər qoydular ax, qəlbimin, ruhumun, dilimin üstünə. Qəlbin, ruhumun üstünə taxta qoymaq olur. Bu da məcazliyi var burada. 5-i də çıxdıq. Deməli 1, 2, 3-dür cavabımız. 138-ci sual. Hansı nümunələrdə bir-biri ilə amonim olan söz var? Deməli, misraları sətirlərə düzərək. Feil kimi işlənib. Düz danışın, düz yazın. Zəf kimi işlənib. Feilin yanında gəlib. Zəfdir, amonimdir, biri götürərəm. Acın toxdan xəbəri olmaz. Burada amonim yoxdur. Əkin başladı, səhvin başlandı, yoxdur. Xırda, kiçik, balaca. Bunlar sinonimdir. Hər nə varsa tökcəsə. Burada da amonim yoxdur. Mürəkkəb bir zamanda çətin. Bir də var mürəkkəbdir qələmi yazdıran. Burada da isim kimi 5-i götürərəm. Cavabımız olacaq 1 ilə 5. 139-cu sual. Hansı nümunələrdə bir-biri amonim olan söz var? Deməli, al əlinə bir boya, divarları tez boya. Burada birinci misrada isim kimi, divarları tez boya feil kimi. Biri götürərəm. Amonimdir. 6 bulaq içərlər, üstü zəmin biçərlər. Burada amonim yoxdur. Bab balaca boy var, dam dolusu toy var. Burada da yoxdur amonim. Mürəkkəb bir zamanda, bayaq dedik ki, mürəkkəb amonimdir. 4-ü götürdük. Bağa baxarsan bağ olar, baxmasan dağ olar. Burada da amonim yoxdur. Cavabımız olacaq 1 ilə 4. 139-da. 140-cı sual. Hansı amonimlər müxtəlifsinə aiddir? Deməli, dedik ki, insanın dili bədən özü mənasında. Bir də var dil, rus dili mənasında. Hər ikisi isimdir. Müxtəlif istəyir bizdən. Qaynaq bir mənbə mənasında. Bir də var qaynaq etmək mənasında. Hər ikisi isimdir. İçində çıxdıq. Oynaq bir mahnı mənasında. Bir də var dizin sümüyün oynaqları mənasında. 3-ü götürərəm. Sifət isim kimi. 80 saymaq, say mənasında. Bir də var 80mək, qorxmaq mənasında. 4-ü götürərəm. Hava demişdik ki, bir musiqi havası var, melodiya. Bir də var oksigen. Hər iki isim olduğu üçün 5-i çıxaram. Cavabımız olur 3 ilə 4. 141-ci sual. Deməli, verilmiş nümunədə altından xətt çəkmişlər semantik baxımdan nə sayılmalıdır? Deməli, yerlə, bu yerlə çarpışan, göylə əlləşən dostdan aşinada necə əl çəkib? Deməli, göy amonimdir. Bir səma mənasında, bir rəng mənasında. Sinonim, dost aşina ikini götürərəm. Neologizm yoxdur. Antonim, yerlə göy antonimdir. 4-ü götürərəm. Çox mənalı söz götürmək olar. Məsələn, dostu. Kitab insanın dostudur. Təbiət insanın dostudur və s. 5-i götürərdim. Termində işlənməyib. Cavabımız olacaq 1, 2, 4, 5. 142-ci suala baxaq. Bir-biri ilə amonim olan sözlərin işləndiyi bəndlər müəyyən edin. Bir-birini amma bağçada çiçəklərin ətri hər tərəfə yayılmışdı. Çiçək dərs əlaçısı idi. Burada amonim deyil. Çünki burada addır. Burada çiçək həqiqətdə amonimdir. Amma bu cümlədə amonim deyil. Bir çiçək xəstəliyi var. Bir də var gül çiçək mənasında. Amma bu cümlədə amonim olmadığı üçün biri çıxdıq. Çünki çiçək burada xüsusi addır. Çap hərflər yazmağa icazə verilmişdi. Bir burada çap. Bir də Kərəm atı sürətlə çapırdı. İkini götürərəm.
Diş ağrısına dözmək çətindir. Köhnə darğın dişlər əyilmişdir. Burada çox mənalı kimi işlənib. 3-ü çıxaram. Yol yoldaşı olmayınca insanı tanımaq olmur. Vətən yolunda şəhid olmaq şərəfdir. Burada 4-də də amonim yoxdur. 5-ə baxaq. Yəni, post şöbəsi daşdan tikilmiş 2 mərtəbə binada yerləşirdi. Daşdan. Bir də var, aramsız yağan yağış çayın daşmasına səbəb oldu. Daşma burada feil kimi, post şöbəsi daşdan tikilmişdi. Burada isim kimi oldu. Cavabımız oldu 2 ilə 5. Bizə dəqiqə. 2 ilə 5 oldu cavabımız. 143-ə baxaq. Uyğunluğu müəyyən edin. Çox mənalı sözlər. Amonimlər, sinonimlər. Eyni leksik məna ilə bağlı bir-birinə yaxın məcazi mənaları bildirir. Deməli, bu çox mənalı. Hətta A-ya götürür. Biri A götürərəm. Sonra həm eyni, həm də müxtəlif hissəsinə aid ola bilir. Bu amonimlərə aiddir. Bədi evdə təzad yaratmaqla istifadə olunur. C-ni çıxacağım, çünki bu antonimlərə aiddir. Dəyişik yazısı eyni, mənaca fərqli sözlərdir. Bu amonimlərə aiddir. Sonra fikir daha dəqiq ifadə etməyə mühüm rol oynayır. Niqdə yersiz təkrarların qarşısına alır. Demək, bu da sinonimlərdir. Cavabımız olacaq. Bircə dəqiqə. 1-ə A, 2-yə B-dir, 3-ə də E. 144-cü sual. Uyğunluq müəyyəndir. Eyni hissəsinə aid amonimlər, müxtəlif hissəsinə aid homonimlər. Deməli, ağrımaq həm feil kimi işlənir, həm də ağrı, diş ağrısı isim kimi. Deməli, 2-yə yazacaq A. Özür istəyirəm, biraz boğazım qıcıqlandı. Tütək amonim olmur. Ləpəli, qozlu ləpəli. Tort məsələn. Bir də var dənizin ləpəli olması. Burada olacaq müxtəlif hissəli, deməli ləpəli necə? Ləpəli dəniz. Burada hər eyni hissəsinə aid olacaq. C yazacaq. 1-ə C, 2-ə A. Böyürmək. Bir də var böyür tərəf mənasında. Bu da müxtəlif hissəsinə aiddir. İnsanın böyrü mənasında. Kürək bir insanın kürəyi, bir də var alət kürək. Burada E yazarıq. Cavabımız oldu 1-ə C, Y, 2-yə A, D. 145-ci sual. Uyğunluğu müəyyəndir. Eyni hissəsinə aid amonimlər, müxtəlif hissəsinə aid amonimlər. Qitə bir ədəbiyyatda qitə var. Termin kimi. Şeir. Bir də var şeir növü, janrı. Bir də var coğrafiyada qitə var. Burada da termindir. Ona görə hər ikisi eyni hissəsinə aiddir. A götürdük. 50 qollu mənasında. Bir də var 50 sayı birim. Bu müxtəlif hissəsinə aiddir. B götürəcək bura. Sancaq amonim olmur. Çən bir su çəni mənasında var. Bir də var duman mənasında eyni hissəsidir. D götürəcək. Saçmaq, bir də var insan saçı. Feil və isim kimi bu da müxtəlif hissəsinə də E götürəcək bura. Cavabımız olacaq 1-ə A, D, 2-yə B, Y. 146-cı sual. Sözlərdə amonimlə hansı hissələr, nitq hissələri arasında olması ilə bağlı uyğunluğu müəyyən edin. Deməli, ovmaq bir feil kimi, bir də var quş ovu, isim kimi, isim və feil kimi. 3-ə yazıram A variantı. Göy rəng kimi, bir də var səma kimi, isim və sifət kimi. Nəticə, bir nəvə nəticə, bir də var nəyinsə sonu, nəticəsi, hər ikisi isimdir C. Sonra buruq, bir neft buruğu var, isim kimi. Bir də var buruq saatlar sifət kimi, isim və sifət kimi. Burada D yazıram. Sarımaq feil kimi, bir də var sarı rəng sifət kimi, feil sifət. Bir də var sarı evə sarı. Burada da qoşma kimi işlənir, amma belə bir variantı yoxdur deyə eyni çıxdıq. Cavabımız oldu 1-ə C, 2-yə B-dir, 3-ə A. 147-ci sual. Sözlərdə amonimliyin hansı hissələrin arasında olması ilə bağlı uyğunluğu müəyyən edin. Deməli, qalxmaq feil kimi, bir də var qalx quru meyvəsi, quru meyvə, isim kimi, feil və isim kimi. A variantı. Sonra dolu, bir buz yağmağı, dolu yağmağı, isim kimi, bir də var dolu sifət kimi. B yazarıq bu 2-yə. Sonra çən bir duman kimi, bir də dedik ki, su çəni, isim kimi. Sonra mürəkkəb bir çətin mənasında, bir də var mürəkkəb sifət kimi, bir də var mürəkkəb ruçkanın, qələmin mürəkkəbi,
deməli, sifət və isim kimi. Doğru bir evə doğru qoşma kimi. Bir də var doğru söz, məsələn, sifət kimi. Belə deyə, Y variantını çıxarıq. Cavabımız olacaq 1-ə C, 2-yə B, D, 3-ə də A. 148-ci sual. Nümunələrdə fərqlənmiş sözlərin sinonimlə işləmə ardıcını müəyyən edin. Deməli, kitabın nəfs tərtibatı diqqətlə cəlb edir. Nəfis tərtibatı. Burada nəfis zərif olar. Birinci 3-ü götürərik. Sonra, gərək elə edəsən ki, tamah səni aldatmasın. Tamah nəfsdir. 4-ü götürərik. Sonra, ələmdən, yəni kədərdən 1-i götürərik. Bir də var, müxtəsər yığcam 2-ni götürərik. 3, 4, 1, 2. 149-cu sual. Zərif dedik ki, nəfisdir. Ardıcılıq istəyirdi bizdən. Sonra, nəfs tamahdır. Hüzün kədərdir. Bir də yığcam lakonikdir. 3, 8, 1, 6. Belə, bugünlük bu qədər. Videoyu bəyənməyi, kanala abunə olmağı və rəy yazmağı unutmayın. Gələn görüşlərədək sağ olun.